İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın və Azərbaycan xalqının rolu danılmazdır. Həm ön xəttdə, həm də arxa cəbhədə. Təsadüfi deyil ki, müharibə dövründə tədarük olunan 17 milyon ton neftin məhz 13 milyonu Azərbaycan tərəfindən tədarük olunmuşdu. Bununla yanaşı Azərbaycan elminin də müharibədəki qələbənin əldə olunmasına əvəzsiz töhfələr olub. Xüsusi qeyd eləməliyik ki, Yusif Məmmədəliyevin Molotov kokteyli kəşfi müharibədəki qələbənin əldə olunmasında xüsusi rol oynamışdı. Bu əsasən bilirsiniz, ağır texnikanların yandırılaraq partladılmasına xidmət edən bir silah növüdür və müharibə vaxtı çox geniş istifadə olundu. Siz təsəvvür edin ki, yerüstü texnikaların məhvində onlar hətta ən yaxın məsafədən istifadə olunan silah növüdür və ona görə də Molotov kokteylinin müharibənin udulmasında çox böyük rolu. Bəs görəsən niyə Yusif Məmmədəliyevin bu kəşfi onun adıyla deyil, Molotovun adıyla adlandırılıb? Bunun da öz səbəbləri var. Molotov kokteyli adlandırılmasının da səbəbi odur ki, Böyük Britaniyanın baş naziri Churchillə o vaxtki SSR-nin Xarici İşlər naziri Molotov təqdim elədiyi üçün onun adını deyiblər Molotov kokteyli. Amma əslində o Azərbaycanda yaradılıb, Azərbaycan alimləri tərəfindən yaradılıb və hətta bu yaxınlarda Rusiyada atlas buraxdılar və o atlasda xüsusi qeyd olunub ki, həqiqətən də Molotov kokteyli Azərbaycan alimləri tərəfindən yaradılıb və istehsalı Azərbaycanda təşkil olunub. Faşizm üzərində qələbədə Azərbaycanın rolu bununla da bitmir. Almanların ən çox çəkindiyi Katyuşa raketlərinin istehsal olunduğu müəssisələrdən biri də Bakıda yerləşirdi. Katyuşa ümumiyyətlə 1941-ci ildə istehsalı başlamış və bir saniyədə 2 mərmi ataraq hər mərminin çəkisi 22 kilo, döyüş başlığı isə 5 kiloya qədər olub. Katyuşa müharibənin sonuna kimi gizli saxlanılıb. Düşmənin əlinə keçməsin deyə o maşın partladılırdı və ondan heç nə qalmırdı.